Ola bilər ki, sabah mahnını kimsə icazəsiz oxusun. Olub, məndə hətta minusla olub, minus götürüblər oxuyublar. Aha, fonogramla yəni. Yox, öz mənim minusumla. Hə də o fonogram sayılır, yəni səsin yoxdur orada. Götürüb oxuyublar. Həm də oxuyublar. Yox, oxuyublar. Bax, Mənzurə buna pul verib. İndi hərənin öz yanaşması var da, öz prizması var, o cür yanaşır. Mən halallıq vermişəm gedin. Yox, məncə bəzi şeylərdə halallıq verməmişdən qabaq insan... Özüm çörək qazanmışamsa, mənim əzizim, əgər bir mahnıda mən onun da əleyhinəyəm ki, əgər bir insan bir mahnıya pul verib, onu bir ayda, 2 ayda oxuyur və ondan çörək qazanır hələ, təzə-təzə başlayıb çörək qazanmağa, sənin səsin onun səsindən üstündür, gözəldir, sən götürürsən o mahnını oxuyursan, səhər səni çağıracaqlar da, məni niyə çağırırlar ki? Sənin səsin daha gözəldir axı. Sonra sən hə deyinən ki, yox, mənə başqa mahnıya görə çağırırlar. Sən hə deyinən ki, mən daha oxumayacağım. Gedəcəksən balaca məclisdə, o mahnı heç kim çəkmir, heç kim paylaşmayacaq. Mənzurə xanım, razısınız bu fikirlə? Cəmaat da çörəksiz qalacaq.